Salam uşaqlar, bugünkü mövzumuz nə oldu? Deməli, ismin biz morfoloji quruluşuna keçəcəyik. İsim quruluşuna görə 3 yerə bölünür. Sadə isimlər, simple nouns. S-la yadınızda saxlaya bilərsiniz. Düzəltmə isimlər, derivative nouns, baş hərfi oxşardır. Və mürəkkəb isimlər, compound nouns. Mən Azərbaycanca olanını daha yazmadım. İsim özü bilirik ki, Azərbaycan dilində kim, who və nə, what sualına cavab verir. Sadə isimlər bir kökdən ibarət olandır. Məsələn, deyirəm ki, tutaq ki, a city, şəhər bir kökdən ibarətdir. Və yaxud da verə bilərik, tutaq ki, a glossary, lüğət. Düzəltmə isimlər kök və şəkilçidən ibarətdir. Şəkilçilər 3 cür olur. Prefikslər, sufikslər və infikslər. Infikslər bizdə mürəkkəb şəkil isimlər düzəldən şəkilçilərdir. Sufiks sona artırılır, prefiks önə artırılır. Şəkilçilərdən, məsələn, son şəkilçilərdən biz verə bilərik nes, ship. Shipdə cəmi olanda mürəkkəbdir, cəmi olmayanda düzəltmədir, tərcümədə. İndi nümunə verəcəm. Hood, məsələn, sonra dom, sifəti artırılanda sifət şəkilçisi olur. Feilə ismi artırılanda isim şəkilçisi olur. Burada diqqətli olun. Mən burada biraz böyük yazım ki, yerləşsin. Sonra məsələn, verə bilərik or və yaxud da ar şəkilçisi, th şəkilçisi, ing. Ing də bizdə feili sifət də düzəldir, sifət də düzəldir, eyni zamanda isimdə də var. Bax, bu da bizdə sifətdə də ola bilər, isimdə də y hərfi. Sonra ment var. Mentlə bəzi sözlərimiz sadədir. Onlar deyəcəm sizə. S qadın cinsini bildirir. And və yaxud da end. Bu şəkilçiləri əzbər öyrənirsiniz mütləq şəkildə. Şəkilçiləri öyrənmək sizə kömək eləyəcək ki, söz bazanız çox sürətlə artsın. Məsələn, tionsion şəkilçisi var. Şın oxunur. Şın. Sonra H şəkilçisi var. Sözü də var eyni zamanda. Bundan başqa var məsələn. Bax. Ç oxunur. Ç. Verdiyi səsi deyirəm mən sizə. İTY var. Və yaxud da təkcə TY artırılır. T oxunur. İs şəkilçisi var. İsim var. Al. İcisi var. Məsələn, elm adlarını yaradır. Ans, ens, anca enci deyirik. Eri şəkilçisi var. An və yaxud da yan şəkilçisi var. Si şəkilçisi var. Şəkilçiləri oxuyanda ya çıxartdığı səsi deyirsiniz, ya da baş hərfləri də demək olar, CY. T şəkilçisi var, sadəcə T. Millət adları üçün düzəlir, iz oxunur. Ativ şəkilçisi var. Bunlara aid nümunə çəksək, məsələn, happiness, xoşbəxtlik, business, business. Amma bir şey yadınızda qalsın. Bunlar sayılmayan isim olur, nesnən olanlar. Bu business sözü eyni zamanda company, şirkət sözünün sinonimidir. Belə olanda business sözü cəmləşə bilər S-ilə. Sonra məsələn, misal çəkə bilərik. Ship-lə olanlar deyim. Leadership, liderlik. Baxın, cəmi tərcüməsi yoxdur. Deməli, düzəltmədir. Citizenship, vətəndaşlıq. Friendship, dostluq. Membership, üzvlük. Bunlar düzəltmələrdir ship-lə. Ship-lə mürəkkəblər hansıdır? Dedik ki, cəmi tərcüməsidir. Məsələn,
Spaceship kosmik gəmi mürəkkəbdir. Amma bu düzəltmədir, derivativdir. Leadership, citizenship, friendship düzəltmədir. Spaceship, battleship hərbi gəmidir. Steamship buxar gəmisi. Bunlar mürəkkəbdir. Görürsünüz, gəmi tərcümələri var burada eyni zamanda. Dirijabel də deyirlər. Deməli, hərbi gəmiyə eyni zamanda. Bundan başqa, məsələn, wise ağıllıdır. Sondakı bu oxunmayan i düşür. Alınır bizdə wisdom. Siz şəkilçiləri öyrənin. Belə olanda daha tez söz öyrənəcəksiniz. Məsələn, teach öyrətməkdir. Teacher olur müəllim. Bayaq dedim ki, bizdə sifət də düzəldə bilər. Tutaq ki, baxın, slow astadır. Slower olur, daha asta. Deməli, bizdə nə edir? Tək hecalı sifətlərin müqayisə dərəcəsini düzəldir. Azərbaycan dilinə tərcümə olunur daha kimi. Sonra, məsələn, göstərə bilərik phonetics. Yəni, bunlarda çoxdur. İndi mən atacağım kitabı. Kitabdan oxuyarsınız daha ətraflı şəkildə. Və yaxud da test eləyəndə baxacaq. Similar oxşardır. Similarity olur oxşarlıq. Şəkilçiyə əsasən tapacaqsınız. Çünki tək ismin sözlərini mən sizə versəm, mindən çox söz eləyir. Rob oğurlamaqdır. Robber oğrudur. Robbery oğurluqdur. Görürsünüz, burada şəkilçinin köməyi ilə biz müxtəlif sözlər alındı. Robdan robber alındı. Oğru. İngilis dilində belə bir xüsusiyyət var. Tək hecalı sözlər sonu samitlə bitəndə həmin samit qoşalaşır, sonra şəkilçi saytla olan şəkilçi artırılır. Daha sonra buna da şəkilçi artırdıq, oldu robbery. Görürsünüz? Bir sözdən nə qədər söz alındı. Məsələn, library kitabxanadır. Sonunda y ilə bitən isimlər, əgər özündən qabaq samit gəlirsə, I hərfinə çevrilir və olur librarian, kitabxanaçı. I bizim i hərfimizdir də. Və yaxud da bax, bayaq dediyim şəkilçilərdən Chinese, Çinli. China Çindir, dövlətdir. Chinese Çinli, millətdir. Japanese, Japan dövlətdir. Japanese millətdir, Yapon xalqı. Millət adları adətən Z artikla nəşlənir. Bunu keçəcək. Bu sözlər həm də sifət kimi işlənə bilər. Ön şəkilçilərdən biz verə bilərik. This, miss, un. Əslində belə sonuna artırılır və in. Tutaq ki, agree razılaşmaqdır. Agreement razılıqdır. Son şəkilçi artırdıq. Disagreement narazılıq oldu. Gördünüz, bizdə burada bir söz bilirdik, amma növbəti iki sözdə alındı. Hətta burada feil də alınmaq olar. Disagree, narazı olmaq. Bir sözdən mən 4 dənə söz aldım. Və bu sizə söz bazanı tez artırmağa kömək edər. Fortune bəxt taleyidir. Misfortune olur, uğursuzluq. Employ iş, deməli işdir. Employment işlilik, unemployment olur işsizlik. Happy xoşbəxtdir. Unhappy olanda olur bədbəxt, düzdür sifət alınır. Happiness xoşbəxtlik. Unhappiness bədbəxtlik. Gördüyünüz kimi bir sözdən nə qədər söz biz almış olduq. Sonra accuracy dəqiqlikdir. Inaccuracy qeyri dəqiqlik. Inaccuracy qeyri dəqiqlik. Və yaxud da depend asılı olmaqdır. Dependence asıllıq. Independence olur müstəqillik əksi. Bu ön şəkilçilər çox vaxt, həmişə yox, sözün əksini düzəldir. Bir dənə mən sizə mətn eləyəndə belə bir şey demişdim ki, yadınızdadırsa, dedim ki, ön şəkilçilərin olduğu testlər
variantda çox vaxtı səhv olur. Bax, bu inkar mənada olan ön şəkilçilər. İndi, disdi, misdi, oldu, yadınızda qalsın. Yaxşımı? Və bizdə burada dedik, növbəti ismi quruluşuna görə növü nə idi? Deməli, mürəkkəb isimləri idi. Mürəkkəb isimlər 2 və daha artıq sözdən ibarətdə olur. 3 cür yazılır, bitişi defislə ayrı. Məsələn, postman, postalyon bitişi yazılır. Sonra verə bilərik pickpocket, cibgir bitişi yazılır. 2 söz var. Pick, toplamaq, dərmək, pocket, cib, post, mən adam. Sonra ayrı yazılanları var. Məsələn, heç bütün sözlərin mürəkkəb isim olmağına ehtiyac yoxdur. Compound nounsda. Hansılardır? Tutaq ki, forget me not, yaddaş çiçəyi. Bax, burada bir dənə də isim yoxdur sözün tərkibində. Amma mürəkkəb isim alınır. Və yaxud da merry-go-round, karusel sözündə bir dənə də isim yoxdur, ayrı-ayrı sözləri analiz etsək. Amma isim yaranır. Və defislə yazılanlardan tutaq ki, sister-in-law, baldız sözü. Bax, infix var burada, in-infixi. Bu cür sözlərdə özdə defislə yazılanlar əsas komponentdə, yəni sisterdə cəmləşir. Və yaxud da editor-in-chief, baş redaktor. Bax, bunlar nə oldu? Mürəkkəb sözlər oldu. Bir də bayaqları mən dedim, indi yadıma düşür. Mentlə olan bizdə sadə isimlər var. Onlar hansılardır? Yadınızda qalsın. Bunlar, deməli, mentlə olan sadə isimlərimiz. İnstrument, sonra instrument alətdir də, parlament, sement, dokument, sənəd, moment, an, monument, abidə, element. Bunlar sadə sözlərdir, mürəkkəb deyil. Nəyə görə? Menti atanda tərkibində isim qalmır. Tamam mı? İsimlər biz bir də keçdik ki, deməli, bölünürlər sayılan və sayılmayan isimlərə. İndi mən sizə sayılan, sayılmayan isimlər haqqında nümunə çəkim. Sayılan isimlər countable nounsdur. Sayılan isimlərə aid xüsusiyyət bundan ibarətdir ki, onlar cəmləşirlər, rəqəm işlənir. Deməli, countable nouns sayılan isimlərdir. Sayılan isimlər cəmləşir, rəqəm işlənir və müəyyən kəmiyyətlər var. Onun kəmiyyət dərsində keçəcəyik. Qeyri-müəyyən artiklı an, another, every. Bax, bu əvəzliklər və qeyri-müəyyən artiklı ilə işlənir, cəmlənir. Cəm şəkilçisi də biz bilirik ki, ismin sonuna əsasən s və yaxud da e-si artırırıq. Bundan başqa rəqəmlə işlənə bilir. Rəqəm işlənəndə birdən böyük olanda mütləq cəmlənməlidir. Bundan başqa sayılan isimlər təkdə və cəmdə işlənə bilir. Bunu bildik. Məsələn, tutaq ki, deyim. A teacher, bir müəllim. Teachers, müəllimlər. Bax, burada cəmləndi. Two teachers, 2 müəllim. Birdən böyük rəqəm olduğuna görə yenə neynədik? Cəmləşdirdik. Sayılmayan isimlər, uncountable nouns. Bunlar əksinə, sayılanlarla olanlar sayılmayanlarla işlənmir. Yəni, cəmlənmir. Rəqəm olmaz. Bayaq dediyimiz qeyri-müəyyən artikla an, every əvəzliyi, sonra another əvəzliyi olmaz. Bunlar sayılmayan isimlə olmur. Testlərdə bu şəkildə bir şey yazsam, lüğətdə bilin ki, o qaydaya aiddir. İşlənmir mənasında yazmışam. Sayılmayan isimlər özləri kateqoriyaya bölünür. Sayılmayan isimlərlə bir də müəyyən kəmiyyətlər olmur. Onlar sayılanlarla olur. Mən bunu ayrıca kəmiyyət dərsində keçəcəm. Məsələn, few və törəmələri fewdur, a fewdur, several, many.
Bunlar sayılmayan isimdən işləmir, ancaq cəm isimdən işlənir. Sayılmayan isimdən biz işlədə bilərik much, little, much çoxdur, little azdır, a little yetəri qədər, onun törəmələri. Sonra a lot of, plenty of, bunlar həm sayılanla, həm sayılmayanla işlənir. Yəni, həm cəmlə, həm sayılmayanla. Sayılmayan isimlər dediyi ki, kateqoriyaları bölünür. Onlar hansılardır? Baxın, sonunda icisi və yaxud da nəs şəkilçisi olanlar. Çünki birincisi elm adıdır, ikincisi mücərrəddir deyə bunlar işlənə bilər. Məsələn, physics, fizika elm adıdır, sayılmır. Maths, riyaziyyat elm adıdır, sayılmır. Elm adları sayılmır. Hamısının sonunda bu şəkilçi olmaya bilər. Sonra məsələn, kindness, mehribanlıq mücərrəd isimdir, sayılmır. Şəkilçi bizə sayılmayanı tapmaqda kömək edir. Metallar sayılmır. Məsələn, gold qızıl, silvə gümüş, iron dəmir. Amma iron ütü mənasında cəmlənir. Sonra sayılmayan isimlərə deməli dedik ki, metallar sayılmır, mücərrədlər sayılmır, elm adları sayılmır. Sayılmayanlara verə bilərik xəstəlik adları. Xəstəlik adlarından məsələn flu, qrip, measles, qızılca. Sonra vermək olar məsələn kaf öskürək. Xəstəliklə bağlı sözlər sayılmır. Maye halda olanlar sayılmır. Məsələn blood qan, water su, juice şirə. Ən çox testə düşənləri deyirəm. Milk süd. Süd məhsullarının ümumiyyətcə heç biri sayılmır. Məsələn, cheese pendir, batə yağ, sour milk, qatıq, milkshake, sidli o kokteylə deyirlər. Bunların heç biri sayılmır. Toz və qırıntı olanlar. Qırıntı deyəndə noxuddan kiçiyi nəzərdə tuturuq. Başa düşəsiz deyə deyirəm, noxuddan kiçik. Yəni, siz elmi dildə deyəcəksiniz toz və qırıntı. Məsələn, sand, qum, qırıntı halındadır, sayılmır. Salt, tuz, qırıntı halındadır, sayılmır. Pepper, bibər mənasına sayılır, istiot toz halındadır, sayılmır. Rice düyü, noxuddan kiçikdir, sayılmır. Wheat buğda, sayılmır. Yaxşımı? Başqa, məsələn, nə vermək olar? Və bunlar sayılmayan isimlərdir toz qırıntıdan. Dust, toz, sayılmır. Sonra bundan başqa bizdə sayılmayan isimlərdən biz göstərə bilərik. Tutaq ki, yeyinti məhsullarının bəziləri. Bax, bred, çörək sayılmır. Bundan başqa meat, ət sayılmır. Ət növlərinin heç biri sayılmır ümumiyyətcə. Məsələn, ləm quzu əti kimi sayılmır, amma quzu kimi sayılır. Bundan başqa təbiət hadisələri sayılmır. Məsələn, snow, qar, fog, duman, darkness, qaranlıq. Burada düzdür, nes şəkilçisi ilə tapmaq olar. Humidity, rütubətlik, sun-də ildırım. Bunlar təbiət hadisəsi daxil. Sunshine, gün işığı, weather, hava. Bunlar sayılmayan isimlərimizdir. Bundan başqa sayılmayan isimlərə biz misal çəkə bilərik. Fəaliyyəti, peşə adları sayılır, fəaliyyət sayılmır. Məsələn, teacher, müəllim sayılır. Amma teaching, müəllimlik sayılmır. Fəaliyyət adlarını biz ayıncı şəkilçisindən istifadə eləyərək veririk. Driving, sürücülük sayılmır. Amma driver sözü, sürücü sözü sayılır. Bundan başqa sayılmır qaz halında olanlar. Məsələn, qaz halında olanlardan biz deyə bilərik oksigen, oksigen, air, hava, nə bilim, steam, buxar. Bunlar hamısı qaz halında daxı. Sonra smoke, duman. Bu elementlərin adları sayılmır. Bunu zaten bildik. İdman oyunları, ən əsası idman oyunları sayılmır. İdman oyunlarından, məsələn, bilyard oyun adı kimi sayılmır. Amma oyunun daşları mənasında sayıla bilər. Tenis sayılmır. Chess, şahmat sayılmır. Bax, bunlar idman oyunlardır da. Sonra nə ola bilər? Beyzbol, bu da idman oyunudur, sayılmır. Ümumiyyətcə idman oyunları çoxdur. İndi hamısı
yadıma gəlmir də. Materiallar sayılmır. Məsələn, materiallardan metallar dedik. Tutaq ki, silk ipək. Sonra vermək olar. Tutaq ki, steel şeydir, poladdır. O metallara verilə bilər. Wool yun materialdır, sayılmır. Cotton pambıq materialdır, sayılmır. Sonra məsələn, paper kağız sayılmır. Bundan başqa bax, bəzi əşyalar da sayılmır. Tutaq ki, sayılmayan arasında news sözü var. Sonra sayılmayan isimdə furniture, mebel sözü var. News xəbər sözüdür. Azərbaycan dilində xəbərlər kimi deyirik. Sondakı söz sizi çaşdırmasın. Sayılmayan isimlərin ölçü vahidindən danışanda of-la olan ölçü vahidlərindən istifadə edirik. Artiklı və kəmiyyəti ona veririk. Məsələn, bunlar da ayrı-ayrı bir-bir öyrənməlisiniz. Tutaq ki, bread çörək sayılmır. Bəs biz çörəyi necə saya bilərik? A loaf of bread deyəndə olur bir kömbə çörək. Əgər 2 çörək aldığımızı deyiriksə, onda 2 loaves of bread şəklində cəmləşəcək. Bu arada isimlər cəmləşəndə onların biz sonluqlarına baxırıq. Elə bil ki, bəzi sonluqlar var ki, onlar S qəbul edir. Məsələn, F-da V-sə çevrilir. Bax, dərsimiz bundan ibarətdir. Bir də bizdə ismin cəmləşməsi ilə bağlı demişdik ki, sonuna S və IS şəkildə artırılaraq sayılan isimlər cəmləşir. Bunlar hansılardır? Bəzi isimlərimiz var ki, S-nı haçan artırıq, S-nı haçan artırıq. Onu deyim sizə. Deməli, S-nı biz artıracağıq. S-nı artırmağın qaydasını deyim. S-nı artıracağıq sözün sonunda S, SS, CH, sonra SH, TCH, X, O, Z hərfləri ilə bitəndə. Məsələn, tutaq ki, deyirəm ki, glass şüşə kimi sayılmır materialda, amma stəkan kimi sayılır. Glasses olur stəkanlar. İndi bir şeyə fikir verin. Testdə sizə glass desə, olacaq şüşə, glass desə, olacaq stəkan, glasses versə, stəkanda ola bilər, eynək də ola bilər. Eynək kimi həmişə cəmdir. Yaxşımı? Bəzi o-la bitən sözlərimiz var ki, onlar s-la cəmləşir. Bunu siz kitabdan əzbərləyirsiniz. Məsələn, kiloda kilos olur. Daha e-si artırmırıq. E-si artırdığımız o-la olanlar da potato'dur. Potato, kartoşka. Potato'da e-si artırıq. İngilis dilində çoxlu istisnalar var. Siz həmin o istisnaları öyrənməlisiniz ki, testi rahat eləyəsiniz. Bundan başqa bizdə həm S, həm E-si qəbul eləyənlər var. Məsələn, volcano, vulkan sözü. Bunu 2 cür cəmləşdirə bilərik. Bunlar testdə düzü çox da önəmli rol oynamır. Testdə sizi çox da belə çaşdırmırlar. Amma oxuyun, öyrənin də, dimi bilmək olmaz. Mən nə sualınız olsa, dərsdən əlavə soruşa bilərsiniz. Və yaxud da moskito sözünün özü də, moskito ağcaqanaddır. Bu sözün özü də həm S artıra bilərsiniz, həm E-si artıra bilərsiniz. Hər iki yazılış doğrudur. Düzgün yazılışın mütləq şəkildə öyrənməliyik. Çünki bilirsiniz ki, səhv yazsaq, S-də hərf səhvləri mənanı dəyişirsə, balı tamamilə itirirsiniz. Mənanı dəyişməyəndə də balınızdan cərimə balı çıxılır. Ona görə çox diqqətli olun. Nə qədər yaxşı ingilis dili bilsəz də, cərimə balı hər halda heç kim itirmək istəməz. Ona görə mütləq şəkildə dərsdə elədiniz, dinləmə elədiniz, gözünüzlə izləyib ürəyinizdə təkrar edirsiniz. Bizdə ingilis dilində bəzi isimlər var ki, onlar kökündən dəyişir. Hansılardır? Mən kişi, men kişilər, woman qadın, women qadınlar. Foot ayaq, feet ayaqlar. Goose qaz,
Giz qazlar. Tuz diş. Tiz dişlər. Elaus bit. Lays bitlər. Emaus siçan. Mais siçanlar. Amma bir dənə istisna var. Mouse kompüter siçan olanda, məsələn deyirəm ki, onda s ilə cəmlənir. Computer mouses deyirik. Orada computer mouses, yəni kökündən cəmləşmiş kompüter siçanı. Bunları niyə öyrənirik? Bunlar bizim üçün çox vacib sözlərdir. Əgər siz testdə hər hansısa bir yerdə mens və yaxud da mens şəklində görsəz, bilin ki, səhvdir. Bu çünki kökündən dəyişir və fikir verin, kökdən dəyişənlərdə eynən verilib əsasən. Təklərdə isə və yaxud da ay hərfi ilə. Təklərində isə o ilə verilib. Bu şəkildə yadda saxlaya bilərsiniz. Qədmin ingilis dilindən qalma en şəkilçisi var. İki sözdə görürük. A child uşaq. Children uşaqlar. An ox öküz. Oxen öküzlər. Gördünüz, en və en şəkildə. Bunlarda da eyni ilə. Əgər sonunda testdə bu şəkildə childs, oxes görsəniz, o variantı avtomatik atacaq və yaxud da children's. Bax, bunu ən çox yiyəlik halda uşaqlar çaşdırırlar. Səhvdir, olmaz, belə sözlər yoxdur. Bundan başqa bizdə bəzi isimlərimiz var ki, onlar həmişə cəmdədir. İki hissədən ibarət olanlar. İki hissədən ibarət olanlarda birləşik olanlar var. Məsələn, trousers, şalvar birləşikdir. Cins, cins şalvar. Bunlar həmişə cəmdir. Spectacles, eynək. Glasses də eynəkdir. Sunglasses olanda gün eynəyi olur. Daha sonra scissors, qayçı. Həmişə cəmdədir. Pajamas, pijama. Shorts, shortik. Bunlar birləşik cəmlərdir. Sonra məsələn ola bilər pliers, kəlbətindir. Tongs, kəlbətin. Bunlar həmişə cəmlərimizdəndir. Headphones, qulaqlıq. Amma ayrı olan cəmlərimiz də var. Onlar hansılardır? İki hissədən ibarət olan. Məsələn, glove əlcək sözü və yaxud da mittens. Əgər bunu siz article ilə görsəz, bu ayrılanları görə bilərsiniz. Bir tayindən söhbət gedir. Təbii ki, test bunu vermir. Socks, corab. İki hissədən ibarətdir, axı, ayrılan hissədir. Boots, qış ayaqqabısı. Sandals, səndəl, ayaqqabısı. Sonra shoes, ayaqqabı. Bunlar ayrılan iki hissədir. Bunların biz deməli bir dənəsindən söhbət gedəndə a pair of veririk. Əgər iki tayindən sonra iki dənə demək istəyiriksə, şalvar olsun və yaxud da bu birlər olsun, rəqəm verə bilmərik. Məsələn, a pair of trousers olur bir şalvar. Two pairs of shoes olur iki cüt ayaqqabı. Yadınızda qalsın. Bu rəqəm pair sözünə aid olur. Ofdan qabaqçı article-da elə ofdan əvvəlki pair sözünə aid olur. Burada çaşmayın. Bundan başqa toplu isimlərimiz var. Həmişə cəmdə olanlar. Bunlardan biz ən məşhurları, tez-tez qarşımıza çıxanlar. Polis. Polis həmişə cəmdir. Yadınızda qalsın. Polis həmişə cəmdir. Sonra ola bilər nə? Ola bilər, bax, polisi cəmləşdirmirik. Yadınızda qalsın. Amma polisi bu şəkildə verə bilər. Police officer. İki isim gələndə article ikinciyə aid olur. Polis sözü burada təyin olur. Və burada biz artıq officer sözünü cəmləşdirə bilərik. Police officers. Bu şəkildə cəmləşdirə bilərsiniz. Sonra people sözü adamlar kimi cəmdədir. Xalq kimi cəmlənə bilər. Olur people's, xalqlar. People person sözünün cəmidir. People adamlardır. Person bir adamdır. A person. People's olanda mı olur xalqlar. Bundan başqa, məsələn, deməli, həmişə cəmdə olanlardan cattle, malqara, gentry, zadəcanlar, poultry, ev quşları, poultry quş əti kimi tək də ola bilər.
Bunlar həmişə cəmlərdir. Tərkibində mən olan sözlərdə mən, woman olan sözlər. Onlar kökündən cəmlənir. Məsələn, mürəkkəb isimlərdə postman, pastalyondur, postman olur, pastalyonlar. Təkdə mütləq qarşısında artikl işlədirik. Əgər bu mən, woman, men, women sözləri sözün əvvəlində gəlirsə, onda sözün sonuna da sı artırıq. Mən və sözü menə çevrilir və yaxud da woman sözü womenə çevrilir. Məsələn, tutaq ki, deyirəm ki, a man driver, kişi sürücü. Bunun cəmi olacaq men drivers. Fikir verdiniz, neynədik? Həm driver sözünün sonuna sı artırdıq, həm də mən sözü menə çevrildi. Bu şəkildə mütləq cəmləşdirmək lazımdır. Bizdə mənlə bitən 4 dənə söz var. Onlar sadə sözlərdir, sığla cəmlənir. Norman, Roman, German. Normandiyalı, Romalı və Alman. Bir də human, insan sözü. Bunlarda məni atanda söz qalmır, deyənə cəmi olur Normans. Bu şəkildə. Yaxşımı? Normans şəklində olur və yaxud da humans şəklində olur. Bəzi isimlərimiz var ki, onların təki cəmi eynidir. Hansılardır? Eşib, qoyun, sheep, qoyunlar. Ediyə, maral, deyə, marallar. Bunun sonrası artırılsa avtomatik səhv olacaq. Testdə də düşür bu arada. Amma reindiyə sözü cəmləşə bilir. Reindiyə sözü cəmləşə bilir. Şimal maralı. Deməli, sonra nə ola bilər? Fish balıq. Təkcə cəmində olur fish balıqlar. Swine donuz. Swine donuzlar. Bunlara sı cəmləşməz. Burada bir məsələ var ki, fişdə cəmləşə bilər necə? Əgər eyni balıq növündən çoxludursa cəmləşmir, amma siz bunu fishes şəklində görsəniz, SH dedik, yox, S-lə cəmlənir. Onda olacaq müxtəlif növdə olan balıqlar, tamam mı? Bundan başqa da əslində isimlər var. Məsələn, mən sizə deyim, species sözü. Species sözünün təki cəmi eynidir. Species olur növlər, species bir növ. Means, vasitə sözü. Means vasitədir, means vasitələrdir. Ən çox bunlar qarşımıza tutaq ki, gələ bilər. Bir də millət adlarında, əgər millətin bir nümayəndəsindən danışırsa, onda artiklı verilir. Məsələn, Chinese bir Çinli, Chinese olur Çinlilər, Çin xalqı. Bunu biz artikl dərsindən keçəcəyik. Yunan latın mənşəli sözlərimiz var ki, onlar fərqli cəmlənir. Bu sözlərdən, məsələn, mən də dərsi izah eləyəndə sizə demişdim. Kaktus sözünü götürə bilərik. Kaktus sözü, o da kökündən dəyişir. Olur kakti şəklinə düşür. Və yaxud da göstərə bilərik. Tutaq ki, criterion sözü. Criteria olur cəmdə. Belə sözlərimiz çoxdur. Nə sualınız olsa verərsiniz inşallah.